Salam dostlar, bu video dərsimizdə amonim olmayan, amonim oxşayan sözlər haqqında danışacağıq. İlk olaraq nədən danışaq? Deməli, səslənməsinə görə oxşar olan, amma yazılışı fərqli olan, səslənməsinə görə bir-birinə oxşar olan sözlər, bunlar adlanır paronimlər. Məsələn, olacaq qəlb, qəlb, atlas, atlas, servis, servis, şəhid, şahid, əhəng, ahəng və s. Digəri, yazılışı eyni olan, deyilişi də eyni olan, ancaq vurğularına görə bir-birindən fərqlənən sözlər ki, bu sözlər adlanacaq omoqraflar. Məsələn, deyək ki, alma sözü var. Birinci hecəyə qoyduqda alma, ikinciyə qoyduqda isə alma. Səpin, səpin, gəlin, gəlin və yaxud da ki, dimdik, dimdik və s. Bir məsələyə diqqət yetirək dostlar. Bəzi sözlər var ki, o sözlər həm amonim ola bilir, həm də ki, omoqraf ola bilir. Deməli, oradakı məsələ nə olacaq? Əgər iki sözün vurğusu eyni hecanın üzərinə düşürsə, o sözlər amonim sayılır. Ancaq vurğusu birində fərqli hecadadırsa, o zaman bunlar adlanacaq omoqraflar. Məsələn, baxaq, həm amoqraf, həm də ki, amonim olan sözlərə baxaq. Qoyun var, alım var, düyün var. Məsələn, qoyun sözünə baxaq. İkinci hecada qoyun. Bu bildiyimiz həm heyvan mənasında, qoyun həm də ki, insanın qoyunu, əyni, yəni ki, qucaq mənasında. Hər ikisində ikinci hecaya düşür və bunlar amonimdir. Amma qoyun dedikdə, vurğunu birinci hecaya saldıqda isə, bu zaman artıq olacaq nə? Vurğuları fərqli olan sözlər və bunlar amonim yox, amoqraf adlanacaqlar. Eyni ilə, məsələn, düyün sözündə bir var toy, düyün mənasında isim, bir var, məsələn, nəysə bir şey bağlanmış düyün, yenə isim. Bir də var ki, düyün deyəndə artıq burada vurğunu biz yerini dəyişdik və bu zaman artıq olacaq omoqraf. Sonra, sözlərdən biri xüsusi isim kimi işlənən sözlər var. Məsələn, deyək ki, götürək mehriban sözünü. Həm sifət var, mehriban, keyfiyyət bildirir, həm də ki, mehriban adam adı kimi, xüsusi isim kimi və ya coşqun sözü, həm sifət var, həm də ki, coşqun adam adı kimi var. Və yaxud da ki, arzu, həm isim var, istək mənasında, həm də ki, arzu, adam adı var və s. Bunlar da yenə amonimlər sayılmır. Növbəti, yazılışı eyni, tələffüzü fərqli olan sözlər var. Məsələn, əyan var, bir də ki, əyan var. Nərə var, bir də ki, nərə var. Dava var, bir də ki, dava var. Bu sözlər də yenə amonimlər sayılmırlar. Digər biri isə başlanğıc forması fərqli olan sözlərdir ki, yazılışı deyilişi eynidir, amma sözlərin başlanğıc forması fərqlidir. Bunlar da adlanır homoformlar. Məsələn, deyək ki, saçında birə var. Burada bit birə mənasında. Sözün kökü elə birədir. Bir də var, deyirəm ki, onu birə vurdu. Yəni, bir sözün kökü saydı, A-a yönlü yağlayır. Burada isə gördüyünüz kimi başlanğıc forması fərqlidir. Eyni ilə bəzi sözlər yenə həm amonim ola bilir, həm də ki, homoform ola bilir. O zaman amonim olacaq ki, başlanğıc formaları eyni olsun. Məsələn, baxaq qazan sözünə. Burada həm qazan, qab-qazaq mənasında isim var. Bir də var ki, qazanmaq, feil mənasında olan bir söz var. Hər ikisinin başlanğıc forması eynidir, qazandır. Bunları biz amonim kimi götürürük. Amma bir də var ki, qazan sözündə yeri qazan, feili sifət kimi, qazmaq sözünün kökü, ən isə orada feili sifət şəkilçisidir. Yəni, bu zaman olacaq homoform. Amma həm isim, həm feil kimi qazan sözləri isə olacaq nə? Amonim. Bu mövzumuz bu qədər dostlar. Növbəti video dərslərimizdə görüşənədək inşallah.